İmam Hüseyn əleyhissalamın sevən qəlbdə kin, küdurət olmaz. İmam Hüseyn əleyhissalamın məhəbbəti ilə dolan qəlbdə həsəd, paxıllıq olmaz. İmam Hüseyn əleyhissalamın məhəbbəti ilə dolu olan qəlb dünyaya bağlı qəlb olmaz. Bu cür insan qəlbini bu cür tərbiyə eləyə, bu yolla İmam Hüseyn əleyhissalama kömək eləmiş olar. Çünki İmam Hüseyn əleyhissalamın hədəfi buydu da ki, insanların qulaqları, gözləri, qəlbləri, fikirləri, istəkləri təvhidi olsun, ilahi olsun. Buna görə hər şeyindən keçib. Ona görə insan bu hədəfi gerçəkləşdirməklə ən azı öz şəxsi həyatında İmam Hüseyn əleyhissalama kömək eləmiş olur. İmam Hüseyn əleyhissalamın həlmin nasirin yansurunu çağırışına ləbbeyk demiş olur. İnsan öz fikrini, öz düşüncələrini uyğunlaşdıra İmam Hüseyn əleyhissalamın düşüncələri ilə, İmam Hüseyn əleyhissalamın baxışını əldə eləyə, onun kimi baxa hadisələrə, onun yanaşdığı kimi yanaşa dünyaya, bu fikri ilə, öz fikri ilə İmam Hüseyn əleyhissalamı kömək eləməkdir, Həzrətə yardım göstərməkdir. Qapı bağlı deyil, bizim bəhanəmiz yoxdur, deyə bilmərik ki, yox da biz indi yaşayırıq, İmam Hüseyn əleyhissalam o vaxt yaşayırdı, bizim əlimiz ona çatmır. Xeyr, belə deyil. Həzrətin həlmin nasirin yansurunun nidası bu gün də var və hər kim istəsə bu nidaya müsbət cavab versin, İmam Sadıq əleyhissalam bizə yol göstərir. Ən sadə yolunu və ən minimal həddini. Ki, bu həddə insan gözünü, qulağını, qəlbini, fikrini və istəklərini kontrol eləməklə, onları düzgün tənzim eləməklə, İmam Hüseyn əleyhissalama uyğunlaşdırmaqla ona kömək eləmiş olar və ləbbeyk demiş sayılar İmam Hüseyn əleyhissalama.